Deməli, istiqamə, çox insanlar soruşurlar ki, biz dində necə sabit qalaq, necə istiqamə üzərində qalaq? Birinci növbədə bilməliyik ki, istiqamə Allah tərəfindən olan bir hədiyyədir. Yəni, bir hədiyyədir, bir bəxşdir. Allah Teala da onu istədiyinə verir. Yəni, mümkün deyil ki, hədiyyəni Allah Teala o insan istəməsə ona versin. Yəni, bu dünyadakı hədiyyələr ola bilsin ki, istəməyənə də verilə bilər. Amma Allah Teala'nın bu hədiyyəsi ancaq Allah kimə istəsə, yəni özü istəsə, Allah həm özü istəsə, həm də insan özü istəsə ona verir. Yoxsa vermir. Dəlillər çoxdur bu barədə. Birinci dəlil odur ki, Allah Teala Quranda buyurur ki, وَلَوْ أَنَّهُمْ فَعَلُوا مَا يُوعَظُونَ بِهِ لَكَانَ خَيْرًا لَهُمْ وَأَشَدَّ تَثْبِيتًا. Sonra ayənin axırında deyir ki, وَلَهَدَيْنَاهُمْ صِرَاطًا مُسْتَقِيمًا. Yəni onlar əgər olunduğu mövizələrə, yəni danışıqlara görə əməl eləsəydilər, onların dində sabitçiliyi daha da möhkəmlənərdi. Biz çox şey eşidirik. Amma əməl eləyən nədir? Azdır. Ona görə xütbələrdən birisi, imam xütbə verəndə, xütbəyə qulaq asanlardan birisi deyir, o danışdıqlarının hamısına əməl eləyirsənmi? Deyir, o danışıram, mən əməl eləyib eləməmağım o gün mənə aiddir. Amma yaxşı, sən hər eşitdiyini əməl eləyirsən. Yəni, sən məndən nə maraqlanırsan ki? Sən özün hər eşitdiyin şeyə əməl eləyirsən. Mən danışdım, qiyamət günü mən əməl elədim, eləmədim, mən öz cəzamı çəkəcəm. Amma sən özün eşitdiyin şeylərə əməl eləyirsən. Ona görə Allah Teala da Quranda buyurur ki, əgər onlar hər eşitdiyi şeylərə görə, mucizələrə görə, yəni əməl eləsəydilər, onların dində sabitçiliyi daha da möhkəmlələrdi. Və üstəlik Allah Teala deyir ki, biz özümüzdən olan bir rəhmət onlara verərdik. Yəni, özümüzdən onlara böyük bir mükafat verər. Əcran azimən. Sonra deyir ki, biz onları doğru yola yönəldə. وَلَهَدَيْنَاهُمْ صِرَاطًا مُسْتَقِيمًا. Onları doğru yola yönəldə. Deməli, insan birinci istəməlidir. Eşitdiyinə əməl eləməlidir ki, Allah Teala ayənin axırında deyir ki, biz onları doğru yola yönəldərik. Deməli, insan eşitdiyi şeyə əməl eləmirsə, bu dinə, yəni elə bilə baxırsa, yəni əməllər eləmirsə, şək yoxdur ki, o hidayəti, o istiqaməni ona verməyəcək.